Muradın eşq macərası. Murad məktəbdə gördüyü bir qızı bəyənir. Muradın bəyənməyi. Məsələn, nə yazaq? Aylindir. Muradın bəyənməyini bildin. Muradın öz adını bildin. Kimi bəyəndiyini bildin. Harda? Məktəb yazaq. Surətlərlə, məkanla, yerlə, hadisələrin gedişatından düzdür və buna xoşu gəlir. Ona demək istəyir, neçə vaxtdır, neçə illərdir, 2-3 ildir. Demək istəyir, deyə bilmir. Cəsarət çatmır, düzdür. Bu ekspozisiyadır. Buna yazdı. Qıza və yaxud da ki, söz dedi ki, mənim səndən xoşum gəlir, məsələn. Dediyi səhara olar. Deyəndə düyünləşdi. Tez, bu nə cavab verəcək? Həmi, yoxmu? Başa düşdünüzmü? Yəni, qardaşlarını mı çağıracaq, müsəlmanlarını mı çağıracaq? Bu cavab verir. Ya hə deyər, ya da ki, yox deyir. Yox deyəsən. Düzdür? Bu müsbət olsun da, biraz müsbət yazaq. Hə dedi. Hə dedi və kulminasiyada bildik. Artıq bundan sonraki dönəmlədir. Onların məsələn, ailələrinin tanışlığı, nə bilim, özlərinin görüşməyi və s. Və nişanlandılar. Nə oldu? Nişanlandı, final və s.